Bakıda jurnalist döyülüb. Hadisə jurnalistlərin binasında qeydə alınıb. Vetenbagi azda istinadən xəbər verir ki, döyülən jurnalist Rahib Qəribdir. Bu barədə jurnalistin özü açıqlama verib. Kliniki tibbi mərkəzdə müalicə aldığını bildirən Rahib Qərib hadisə haqqında bunları deyib. Gecə saatları TikTok'da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində istəmədən qarşıdakı Range Rover markalı avtomobilə cüzizədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə kliniki tibbi mərkəzə aparıldım. Xəstəxanadan sırağa gün buraxılmışam. Ayağım sınıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar. Faktla bağlı Səbail rayon polis idarəsində araşdırma aparılır.